Salam değerli izləyicilər. Sizin üçün güvən hazırlıq kurslarının 10-cu sinifə aid olan blok sınağının tarix suallarının izahatı ilə tanış edək. Suallarımıza başlayaq. 61-ci sualda deyir ki, Böyük Karl'dan fərqli olaraq Böyük Otto İtaliyanın şimalına nə keçirib? İtaliyanın şimalını deməli Böyük Karl da ələ keçmişdi. Pati döyüşündə qələbə qazanmışdı. Pati döyüşündə qələbə bunların heç birinə aid deyil. Roma papası tərəfindən imperator elan edilmiş, yeni dövlətin əsasını qoymuşdu. Bəli. Deməli, 1-ci Otto yeni dövlətin əsasını qoyub, Böyük Karl'dan fərqli olaraq. Müqəddəs Roma imperiyasının əsasını qoyub. Ona görə də burada D variantı daha uyğun cavabdır. Sonra digər məsələ isə 62-ci sualdan 62-ci suala baxaq. Qeyd edilir ki, mezolit dövründə ibtidai cəmiyyətin həyatında baş vermiş yeniliklərdəndir. Xüsusi ibadət evlərinin inşa edilməsi mezolit dövründə ibtidai cəmiyyətin həyatında baş vermiş yeniliklərdəndir. Xüsusi ibadət evlərinin inşa edilməsi bu mezolit dövrünə deyil, deməli erkən tunc dövrünə aiddir. Quruçay mədəniyyətinin formalaşması, alt paleolit, ox və kamanın ixtira olunması deməli bu C variantı uyğundur. Çünki ox və kaman bəli mezolit dövrünə aiddir. Burada C uyğun cavabdır. Axiriyyat dünyasına inam orta paleolitə aiddir. Sənətkarlıq müstəqil sahəyə çevrilməsi isə orta tunc dövrünə aiddir. Sonra keçir növbəti klasteri tamamlayın. Mərkəzləşmiş dövlətin yaradılması Hülaci xan. Yerli feodalların sıxışdırılması. Bəli, yerli feodallar sıxışdırılır. Bir uyğundur. Sonra Monqolların Azərbaycana ikinci yürüşünə başçılıq etməsi, xeyr, üçüncü yürüşünə başçılıq edib. Abbasilər xilafətini süquta uğratması, bu da düzdür. Yəni 3 də var idi. Qızıl Ordu xanlığı ilə mübarizə aparması da düzdür. Köçəri feodalların qüdrətinin sarsıdılması əslində deyil, gücləndirməsi idi. Deməli 1, 3, 4 uyğun cavabımız B variantında göstərilib. 64-cü sualda Perikl və Qayqıraqın islahatları nəticəsində yoxsullara taxıl yardımı edildi. Periklə aiddir. Xalq yığıncağı ilə ali hakimiyyət orqanına çevrildi. Bu Qayqıraqda deyil. Deməli, taxıl və digər zəruri ərzaq məhsullarının ixracı qadağan olundu. Bu B və C variantları uyğun deyil. Qulların öz əməklərinə maraqları azaldı. Xeyr, bunların əlaqəsi yoxdur. Yoxsulların dövlət vəzifələrini çalışa bilmələri üçün əmək haqqı verildi. Deməli, yoxsulların taxıl yardımı edildi. A daha uyğun cavabdır. Taxıl yardımı edildi. Uyğun cavab A variantıdır 64-cü sualda. Növbəti 65-ci suala baxaq. 1496-cı il Həsən Padşahın nəvəsi Gödək Əhməd Naxçıvan döyüşündə Rüstəmi məğlub etdi. Təbrizə daxil oldu, taxta çıxdı. O hərbi əyanların müqavimətini qırmağa, Ara müharibəsinə son qoyub Bayandurlu dövlətinin möhkəmləndirməyə cəhd göstərdi. İqtisadi vəziyyəti qaydaya salmaq üçün bir sıra islahatlar keçirdi. 20-yə yaxın vergini ləğv elədi. Ölkədə uzun müddət siyasi sabitliyin bərqərar olunmasına xeyir islahatlar bundan əslində ona qarşı qiyamın baş verməsinə səbəb oldu. Mərkəzləşmiş dövlətin formalaşmasına, sonra sənətkarlardan alınan tamğa vergisinin ləğvində, Bayandurlu sülələsinin hakimiyyətinin güclənməsinə, hərbi köçəri əyanların qiyamlarının baş verməsinə. Deməli, burada doğru cavabımız hərbi köçəri əyanların qiyamlarından baş verməsinə, yəni Y uyğun cavabdır. Çünki onun soyurqal torpaq sahəsinin məhdudlaşdırması ona qarşı qiyamın baş verməsinə səbəb oldu. 66-cı sualda deyir ki, iki dövlət arasında manevr etməklə müstəqilliyini qorumağa çalışan hökmdarları müəyyən edin. Özbək xandır burada deyir, Hüşəng Aza. Hüşəng Aza uyğun deyil. Əbülsüvar Şavur, Oroz, Hülaci xan. İkinci Vati, Sultan Əhməd, Afridun, Əbülhica, Babək, Astiaq. Deməli, Y yanlışdır. İkinci Vati, iki dövlət arasında manevr etməklə müstəqillik qorumağı, bu da səhvdir. Artabast, Cavanşir, birinci İbrahim. Bəli, burada doğru cavabımız C variantıdır. Orada məsələn, Artabaz Roma ilə Parfiya arasında olan hadisə ilə bağlı. Cavanşir, məsələn, deyək ki, ərəblərlə, Xəzərlərlə dostluq əlaqələri saxlamaqla öz ülkəsini müstəqil qorumağa çalışırdı. Birinci İbrahim isə
deməli, Teymurlərlə həmçinin Qızıl Ordunun hücumlarına qarşı manevr etməklə öz ölkəsinin birliyini qorumağa çalışırdı. 67-ci sualda qeyd edilir ki, Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasət üçün xarakterikdir. Manna dövləti ilə mübarizədə İskitlərlə birləşməsi. Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasət üçün deməli, Manna dövləti ilə mübarizədə İskitlərlə birləşməsi. Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasətindən, burada xarici siyasətdə baxırıq. Manna dövləti ilə mübarizədə İskitlərlə birləşməsi A yanlışdır. Aşerin hakimiyyətdən salınmasıdır, B də uyğun deyil. Sonra Manna torpaqlarının 2-ci Sarqonun hücumlarından müdafiə edilməsi, vilayət hakimlərinin Manna hökmdarları əleyhinə qaldırması, Mannada yürütdüyü xarici siyasət üçün xarakter bəlli. Vilayət hakimlərinin Manna hökmdarları əleyhinə qaldırmasıdır. Çünki parçalama yaradırdılar. Burada da D variantı uyğun cavabdır. 68-ci sualda Sasani şahı 1-ci Xosrov Elxani Qazan xan deməli xan torpaq islahatına əsasən deməli kəndlərin bir yerdən başqa yerə köçməsi qadağan edildi. Bu Elxani xan torpaq islahatına əsasən idi. Xosrov 1-ci Anişiravanla əlaqəsi yoxdur. Sahibsiz torpaq hərbçilərə paylandı. Xosrov Anişiravana aiddir və Elxani torpaq islahatına əsasən. Burada B uyğun cavabdır. B ola bilər. Əkilməyən torpaqlardan xərac alınması dayandırıldı. Bu onunla bağlı ərəblərin dövründədir. Vergi toplanması Mərkəzi Divana Elxani Qazan xana aiddir. Xostak adlanan şərti torpaqlar meydana gəldi. Sasanilər dövründə. Deməli, B uyğun cavabdır. 68-ci sualda və 69-cu suala keçid alaq. Deməli, ki, xəritədə paytaxtları rəqəmlərlə işarələnmiş dövlətlərə aid olan uyğunluğu müəyyən edin. Təbii ki, 3-də Şamaxıdır, Şirvanşahlar dövlətinin paytaxtıdır. 2-də Atabəylər dövlətinin. 1-də isə Təbrizdirsə, deməli, Təbriz Eldənizlər dövlətinin paytaxtıdır. Deməli, Eldəniz Naxçıvan və Təbriz də Eldənizlər dövlətinin paytaxtıdır. Amma yəni burada baxaq. Herat, eyni zamanda Qaraqoyunlular da ola bilər. Qaraqoyunlu və Ağqoyunlular da ola bilər Təbrizdə. İndi 1-ə baxırıq. 1, 2, 3 yazıb bunları uyğunlaşdıraq. Deməli 3. Herat müqaviləsinin imzalanması Qaraqoyunlara aiddir. Deməli A 1-ə gedəcək. Paytaxtı Təbriz idi. Göyçü Çarı 4-cü Davidin hücumuna məruz qalması. Deməli bu Şamaxı ərazisi. B bəndi gedəcək. Deməli 3-ə. B getdi 3-ə. Şəmsəddin Eldəniz tərəfindən yeni dövlətin yaradılması Naxçıvanda idi. C deməli 2 gedəcək. Kəsanilər sülaləsinin hökmranlıq etməsi bu Şamaxıdadır. Deməli hökmranlıq etməsi Şamaxıda. Deməli D bəndi gedəcək 1-ə. Teymurlərin Azərbaycan torpaqlarının hakimiyyətinə son qoyulması isə Qaraqoyunlulara aiddir. Azərbaycan torpaqlarının hakimiyyətinə son qoyulması amma dövlətçiliyə aid deyil. Deməli 1-ə olur. 1-ə A, D, 2-də C, 2-də C, 3-də B, D. Baxaq. Deməli, Kəsranilər sülaləsinin hökmranlıq etməsi. Deməli, bu D, Kəsranilər sülaləsinin A, D, deməli 3 olmalıdır. Çünki Şirvanşahlar dövlətinin yerləşdiyi ərazidir. 1-də A, 2-də C, 3-də B-dir. Doğru cavabımız A variantında göstərilib. 1 Herat müqaviləsi imzalanması, 2-də C, yəni Şəmsəddin Eldəniz tərəfindən yeni dövlətin əsasını qoyması, B-də isə deməli Davidin hücumlarına məruz qalması, bir də Kəsanilər sülaləsinin hökmranlıq etməsi uyğundur. Deməli A variantı uyğundur. 70-ci suala baxırıq. Sxemdə verilənlərə əsasən 1-ci Pyotrun islahatlarının aid olduğu sahəni müəyyən edin. Rekrut mükəlləfiyyətinin tətbiq edilməsi, metallurgiya manufakturalarının tikilməsi. Təbii ki, bu onun hərbi islahatına aiddir. Deməli, C variantıdır. 71-ci sualda 11-ci əsrin 40-cı illərində Şədadilər dövlətinin tarixi üçün səcəvidir. Yəni 1040-cı illərdən söhbət gedir. Səlcuq sərkərdəsi Buğanın Gəncəni ələ keçirməsi. Bu deyil. Slavyanlarla birlikdə Beyləqanda baş vermiş qiyamın yatırılması da uyğun deyil. B də uyğun deyil.
Dəbildə müstəqil əmirliyin yaranması 951 aid olduğuna görə aid deyil. Əbülsəvar Şabirin Səlcuq dövləti ilə müqavilə bağlanması D bəndidir. Bəli. Daha doğrusu Səlcuqlarla birlikdə Bizans qoşunlarının müqavilə imzalaması və də Səlcuqlarla birlikdə Bizans qoşunlarının məğlubiyyətə uğramasıdır burada. Deməli 1048-də olan hadisəni nəzərə alsaq, burada Y bəndi uyğundur. Yəni Səlcuqların Bizans erməni gürcü qüvvələrinin məğlubiyyətə uğradılması 71-ci sualda Y-nin doğru olduğunu qeyd edir. 71-də Y. 72-ci suala baxaq. Səbəb nəticə əlaqəsinin doğru verildiyi bəndi müəyyən edin. Oğuz və Peçeneqlərin Səlcuqların tərəfə keçməsi Dəndənəkan döyüşündə Qəznəvilərin məğlub olması bu Malazgirt döyüşündə idi. Doğru. Jaklar üsyanının baş verməsi Parisdə protestantlara qarşı kütləvi qətliamı Jaklar 1358-dədir. Protestantlara qarşı kütləvi qətliam isə Varfolomey gecəsi hadisəsidir. 1572 B də uyğun deyil. Fernando Magellan'ın 2 dünya səyahətinin çıxması, Hindistana dəniz yolunun kəşf edilməsi də yanlışdır. Yerin kürə şəklində olması da əyani şəkildə sübut olundu. Katolik kilsəsinin Worms toplantısı keçməsi, xasslı yürüşlərinin başlanmasına qərar alması səhvdir. Qızıl Ordu dövlətinin parçalanması, Qazan Aşdan xanlıqlarının yaranması doğru cavabımız Y variantında göstərilib. 73-cü sualda göstərilənlərin aid olduğu dövləti müəyyən Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuşdu. 19-cu yüzilliyə qədər siyasi dağınlıq hökm sürürdü. Təbii ki, bu Almaniya ərazisidir. Burada 2 rəqəmi göstərmiş ərazidir. Burada da B variantı uyğundur. 74-cü sualda Albaniyaya qayıtdıqdan sonra Cavanşirin həyata keçirdiyi ilk tədbir Xəlifə Müaviyə ilə diplomatik danışıqların aparılması. Bu yanlışdır. Aqoin kilsə məclisinin çağırılması da ona aid deyil. Cavanşir ilə bağlıdır. 3-cü müvafiqətə aiddir. Xəzər xaqanlığı ilə qohumluq əlaqənin yaradılması da sonrakı prosesdir. Sasani feodallarına qarşı uğurlu müharibələr apardı. D variantı uyğundur. Katsiya onun hökmranlıq dövrünə düşmür 636-cı ilə aiddir. 75-ci sualda Xubilay xanın paytaxtı Qaraqorumdan Pekinə köçürülməsi, ulusların Böyük xan ilə əlaqələrin zəiflənməsi və bunun nəticəsində oldu. Cücü nəslindən olan hökmdarların hakimiyyəti başa çatdı. Bu yanlışdır. Batı xanın yürüşlərin dayanmağa məcbur olması Monqol dövlətinin parçalanmasına gətirib çıxartdı. Yəni C uyğun cavabdır 75-ci sualda. 76-cı suala baxırıq. Qızıl Arslan Şirvana hücum etməkdən məqsədi Dərbəndi Eləncər dövlətinin tərkibinə daxil etmək xeyir. Şirvanda Məziyyədlər sülaləsinin hökmranlığına son qoymaq bu zaman Kəssanilər sülaləsi idi. İlk bac ödəməkdən imtina etdiyinə görə 3-cü Məni Cöhrü cəzalandırmaq. Xeyr, 3-cü Məni Cöhrü 1-ci Axistan idi. Ona görə Slavyanlara qarşı mübarizə Şirvan şahına kömək etmək. Xeyr. Şirvanşahlar dövlətin müstəqil meyillərinin qarşısını almaq idi. Yəni Y uyğun cavabdır. 77-ci suala baxırıq. Urmiya, Təbriz, İrəvan xanlığına aid olan xüsusiyyətlər verilib. Çıxsəd bəylərbəyinin ərazisində yaranıb İrəvan. Əmiraslan xan tərəfindən qoyulub Təbriz. Əfşar tayfasına olan xan tərəfindən qoyulması, bunların hamısı Əfşar tayfasından olub. Hacı Çələbi xanın hücumuna məruz qalması, Hacı Çələbinin bu Təbriz şəhəridir. D bəndi gedəcək. Kim? Qaraçaman döyüşündə iştirak etməsi Urmiya xanlığıdır. Deməli, Y bəndi 1-ə getdi. Deməli, 1-də Y, 2-də B-dir, 3-də A, 4-də C. Doğru cavabımız A variantında göstərilib. 78-ci sualda burjuaziya adlanır. Anglikan kilsəsinin katolik ehkamlarının təmizlənməsini istəyənlər. Xeyr, bu səhvdir. Sonra günahkarların bağışlanması haqqında Papa fərmanı indulgensiyadır. Başqa bir dövlət tərəfindən idarə olunan ərazi müstəmləkədir. Muzlu əmək tətbiq etməkdə Qazancərdə hakim sinif, yəni D uyğun cavabdır. Bazarla əlaqəsi olmayan təsərrüfat natural təsərrüfatdır. D uyğundur. 79-cu suala Qəsr-i-Şirin sülhünün imzalanmasından sonra Nadirin özünü şah elan etməsinə etməsindən əvvəl baş vermişdir. Qəsr-i-Şirin sülhündən sonra Nadirin özünü şah elan etməsindən əvvəl. Deməli, bu 1639-dan 1736-ya qədər olan tarix istəyir. İsfahanın Səfəvilər dövlətinin paytaxtına çevrilməsi 1598-dir. 1-ci Petrun Azərbaycana yürüş etməsi 1722.
Düşür. Yəni bu B bəndi düşür. Bu görürük 1736-ya qədər B variantı uyğundur. Azərbaycan ilk müstəqil xanlığının yaranması 1743, Sami Mirzə üsyanı 1743, Səfəvilər Hörmüzə ələ keçirilməsi isə 1622 düşmür bunlar. Yəni burada B uyğun cavabdır 79-cu sualda. Növbəti 80-ci suala baxaq. Uyğunluq gözlənilmişdir. İspaniyadan qovulan yağdurları sığınacaq vermişdi. İkinci Bəyazid. Bir düzdür. Şimal müharibəsində qələbəsi nəticələnən Sveç xeyr Rusiyanın, İngiltərə Respublikanın elan olması ilə başa çatdı. Şanlı inqilab xeyr monarxiya məhdudlaşdırması nəticələndi. Deməli, 18-ci əsrdə ABŞ-da qanunverici hakimiyyət orqanı adlanan Konqres 1-4 uyğundur. Burada da Y variantı. 81-ci sualda xəritədə işarələnmiş xanlıqlara aid olan xüsusiyyətləri müəyyən edin. Baxırıq, Qarabağ xanlığı verilib və digər hissədə isə deməli Şəki xanlığı verilib. Qarabağ və Şəki xanlıqları oxşar xüsusiyyətləri müəyyən edin. Quba xanlığı ilə mübarizə aparması, hər ikisi mübarizə aparır. Məsələn, Cavuduşan döyüşündə Qazax Borçalı Şəmşədilin Gürcülərin tabeliyindən xilas edilməsi bu yalnız Şəki xanlığına aiddir. Fətəli xan Əfşardan asılılığı qəbul etmişdir. Bəli, Fətəli xan Əfşardan qəbul etmişdir. Çünki Şəki, İrəvan və Qarabağ xanlıqları Fətəli xan Əfşarın tabeliyini qəbul edib. Ona görə 1-3 uyğundur. Burada da B variantı uyğun cavabdır. 82-ci sualda Filakilər dövlətinin baş vəziri olmuşdu. Təbriz şəhərinin mədrəsə təşkil etmişdi. Camiət Təvarix əsərinin müəllifidir. Təbii ki, bu görkəmli tarixçi və həkim olan Fəzlullah Rəşidəddinə aiddir. Burada da C variantında göstərilib. 83-cü suala baxırıq. İngiltərə Stuartlar sülaləsinin birinci dövrü üçün xarakterikdir. Stuartlar sülaləsi deməli 1603-dən başlayıb deməli 1649-cu ilə qədər olan tarixi əhatələyir. Uzunmüddətli parlamentin fəaliyyət göstərməsi 1640-dan fəaliyyət göstərir. Bir var. Anglikan kilsəsinin meydana gəlməsi bundan əvvəlki dövrdə də var idi. 8-ci Henrixə aiddir. Şimali Amerikada ilk İngilis koloniyasının qurulması 1607-dir. Bu da düşür. Deməli 1-3. Oliver Cromwell'in Lord Protector edilməsi 1653-cü ilə aiddir. Deməli 1-3 uyğundur. 83-cü sualda. Növbəti 84-də baxaq. Deməli, burada qeyd edilir ki, Baharlı, Bayandurlu və Səfəvilərin fəaliyyəti üçün ümumi cəhət Teymurilərə qarşı mübarizə aparması. Bunu biz Səfəvilərə aid etmirik, digərlərinə aid edə bilərik. Avropa dövlətlərinin ordu silah əldə edilməsi, bunu da aydın götürə bilmərik. Cəlairli qoşunların məğlub edilməsi, Qaraqoyunlulara aid götürmək olar. Osmanlılara dostluq münasibətlərinin saxlanması ola bilər. 4 var idi. Təbriz şəhərində yeni dövlətin əsasının qoyulması. Bir də 5. 4-5 uyğun cavabdır. Qalanları uyğun gəlmir. Çünki Teymurilərə qarşı mübarizə aparan Ağqoyunlu və Qaraqoyunlardır. Avropa dövlətlərinin ordu silah əldə edilməsi üçün cəhd edənlər Bayandurlu və Səfəvilər olub. Cəlairli qoşunların məğlubiyyətə uğradan Qaraqoyunludur. Deməli, 4 ilə 5 uyğundur. 85-ci suala xronoloji ardıcılı müəyyən edin. 2-ci Mehmetin Konstantinopolu ələ keçməsi 1453. Uyğur xaqanlığı meydana gəlməsi 744. Təbəriyə döyüşünün yaxınlıq xaçların məğlubiyyətə uğraması olub 1187. Kürşadın başçılığı ilə Göytüklərin üsyana qalxması 639-cu ilə aid olduğuna görə əvvəlcə olur 4, 4, 2, 4, 2, 3, 1. 4, 2, 3, 1 uyğun cavab olur. Burada 4, 2, 3, 1, 4, 2, 3, 1 uyğun cavabdır. 86-cı sualda Şirvanşah 1-ci İbrahimin Əmir Teymurla yaxınlaşmasının üstünlük verməsinin səbəbi Teymuri dövlətinin Şirvan ərazisinin daha uzaq məsafədə yerləşməsi 1 var. Şirvanşahlar dövlətinin şimal sərhədlərinin mühafizəsini Teymurilərin rəhbərlik etməsi xeyr, bu uyğun deyil, özü rəhbərlik eləyirdi. 1-ci İbrahim Əmir Teymurun köməyi ilə Qaraqoyunların tabeliyindən xilas olmağa çalışması da uyğun deyil. Teymurilərin tutduğu ərazidə möhkəmlənmə ehtimalının az olması da uyğundur. 1-4 uyğundur.
87-ci sualda Muğan Qurultayı Qızılqaya Gavduşan 1, 2, 3 yazıb bunları uyğunlaşdıraq. Rus qoşunlarını Xəzər vilayətlərini tamamilə tərk etdi. Baxırıq, bunların heç biri uyğun gəlmir. Əfşarlar dövlətinin əsası qoyuldu Muğan Qurultayında. B gedəcək 1-ə. Şirvanda yarım müstəqil xanlıq elan olundu. Bu da heç birinə getmir. Qubalı Fətəli xanın qoşunları məğlubiyyətə uğrayıb. Bu Gavduşan döyüşündədir məğlubiyyətə uğranması. Gürcü çarı tərəfindən Azərbaycan xanları əsir götürdü. Qızılqaya xəyanəti. Y bəndi gedəcək 2-yə. Deməli B, Y və C uyğun cavab olar 87-ci sualda.